Salam əziz abituriyentlər. Bu günləri biz Azərbaycan Sasanilərin tərkibində mövzunun video izahına baxacağıq. Əvvəlki ilk öncə feodal münasibətlərdən danışaq. Azərbaycanda feodal münasibətlər Avropada feodal münasibətlərdən fərqlənirdi. Yəni Azərbaycanda daha tez yaranıb. 3-cü əsrdə yaranıb, 19-cu əsrdə başa çatmışdı. Avropada isə gec yaranıb. Yəni 5-ci əsrdə yaranıb, 17-ci əsrdə Azərbaycandan daha tez bitmişdi. Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi. Çünki suni suvarma baha idi, ona görə də şəxsi təsərrüfatları yox idi. Avropada isə var idi. Şəxsi asılılıqları yox idi. Azərbaycanda yəni kəndlərin şəxsi asılılığı yox idi. Sadəcə iqtisadi asılılığı idi. Avropada isə həm şəxsi, həm də iqtisadi asılılıqları var idi. Mükəlləfiyyət biz terminini görəcəyik burada. Mükəlləfiyyət nə idi? Yəni bir kəndlinin yəni heç bir ödənç almadan dövlət üçün, feodal üçün işləməsidir. Natural təsərrüfat isə bazar üçün istehsal olunan təsərrüfat idi. Feodal mükəlləfiyyətlərin inkişafı 6-cı, 7-ci əsrlərdə daha da inkişaf etmişdir. Sasanilər 224-cü ildə Parfiya dövlətini süquta uğratdıqdan sonra Ərdəşir Babəkən 226-cı ildə Sasani dövlətini yaradır. Sasanilər Atropateniyanı 227-ci ildə ərazi olaraq dövlət deyil, əlbəttə ki, özlərinə tabe ediblər. Albaniya isə 263-cü ildə tabe ediblər. Sasanilər buraya köçürmə siyasəti ediblər, özlərinə etnik dayaq yaratmaq üçün 6-cı əsrdə Dərbənd səddini inşa ediblər. Və niyə inşa etmişlər? Çünki şimaldan gələn tayfaların hücumlarının qarşısını almaq üçün. Və bu zaman, bu dövrdə türklərin ikinci axını olur ki, Hunların hücumları olur. Əhali biz bölürük. Kahillər birinci yerdə, ikinci yerdə döyüşçülər, üçüncü yerdə məmur və dördüncü yerdə isə vergi yığanlardır. Azatlar kiçik əyanlardır. Torpaq bölünür, iki torpaq var idi əsasən, Dastakert və Xostak. Dastakert irsi idi, Xostak isə şərti torpaq idi. Vergi xaraq və gezit idi. Gezit can vergisi idi. Xosrovun islahatları torpaq islahatı keçirdi, inzibati islahatı keçirdi və vergi islahatı keçirdi. Torpaq islahatı da dediyimiz bu şərti torpaqların sayı daha çox artıb onun dövründə. İnzibati islahat ölkəni 4 qustaqlığa bölüb ki, Azərbaycanda şimal qustaqlığına daxil olub. Vergidə isə deyəcək ki, qocalar, uşaqlar, məmurlar can vergisindən, yəni gezitdən azad idilər. Mani təlimi var idi ki, 3-cü əsrdə yayılmışdı ki, bunlar xeyrin şər üzərində qələbəsinə inanmırdılar. Yəni, mübarizə yolu ilə qalib gəlinəcəyinə inanmırdılar. Məzdəkilər isə 481-529-cu illərə əhatə edir ki, onlar xeyrin şər üzərində qələbəsinə inanırdılar. Yəni, mübarizə yolu ilə qalib gələcəklərinə, ədalətli cəmiyyət quracaqlarına inanırdılar. Biz məzdəklərin əsas belə deyək də, iştirakçısı Qubadın adını çəkəcəyik. Zərdüştlük dini öndə idi, yəni ateşpərəstlik öndə idi bunlarda. İkinci şəxs isə kahin idi. Necə ki, biz Albaniyada deyirdik ki, hökmdardan sonra ikinci şəxs ay məbədinin kahin idisə, bunlarda da ikinci şəxs kahin idi. Biz deyirik ki, Albaniyada 3 sülalə olub. Birinci sülalə, yəni yarandığı dövrdən 1-ci əsrə kimi olub Aranilər. 1-ci əsrdən 510-cu ilə kimi Arşakilər. Daha sonra isə Mehranilər sülaləsi olub ki, 630-705-ci illərə qədər Mehranilər sülaləsi Albaniyada deməli hökmranlıq ediblər. Deməli, Arşakilər sülaləsindən 1-ci əsrdə 1-ci Cəsur Vaçaqan olub ki, o da vilayətləri bir mərkəzdə birləşdirilmişdir. Daha sonra biz 1-ci Vatidən danışacağıq. Albaniyada 3-cü əsrdə yaşayıb Roma pərəsti olub əvvəlcə. Daha sonra isə 260-cı ildə Sasanilər Romanı məğlub etdikdən sonra Sasanilərə belə deyək də asılılığını qəbul edir. 262-ci ildə Albaniya tabe olur Sasanilərə. Bu zamanda Sasani hökmdarı 1-ci Şapur idi. Albaniyada isə 1-ci Vati idi. 1-ci Vati, 1-ci Şapur.
Urartu dövrü isə 313-371-ci illərdə hakimiyyətdə olub, yəni 4-cü əsrdə. Onun dövründə 313-cü ildə xristian dinini qəbul edib. Daha sonra 359-cu ildə Amid döyüşündə Sasanilərlə birlikdə Albaniya Romanı məğlub edir. 371-də isə Dizrav döyüşündə Roma qalib gəlir. Sasanilər və Albaniya məğlub olur və Albaniya Uti, Girdiman, Kol, Şakaşen vilayətlərini itirir. Bu vilayətləri 387-ci ildə Roma-Sasani müqaviləsi ilə geri qaytarır. Amma bu ərazilərin geri qaytarılması Urartu dövrünə aid deyil. Çünki Urartu 371-də artıq ölmüşdü. Daha sonra 5-ci əsrdə Asuagen hakimiyyətdə olub ki, daha çox o təhsillə, əlifba ilə bağlı islahatlar keçirmişdi. İkinci Vaçenin dövründə əvvəlcə Zərdüş olsa da, daha sonra xristianlığı qəbul etmişdi. İkinci Yezdegirdin vəfatından sonra xristianlığı qəbul edir. Bu zaman Sasani hökmdarı olan Firuzun şərəfinə Firuzabad şəhərini saldırır və paytaxtı Bərdəyə köçürdür, şimaldan gələn tayfaların hücumuna görə. Daha sonra Çola dərisini və Mastagetləri özünə tabi etmişdi. 457-463-cü ildə Sasanilərə qarşı xalq hərəkatına başçılıq etmişdi və Sasanilər Haylandur Hunlarını belə deyək, 2-ci Vaçeyə qarşı barizəyə göndərir 463-cü ildə və 2-ci Vaçeyə məğlub olur. Sonra isə 487-487-ci ildə qısa müddətli Sasani mərzbanlığı dövrü olur. Ondan sonra 3-cü Mehmed Baçaqan hakimiyyətə gəlir ki, son Arşaki hökmdarı 487-də hakimiyyətə gəlir. 488-ci ildə Agoen kilsə məclisini çağırır. Onun dövründə daha çox xristian dini ilə bağlı işlər görülmüşdü. Xristianlığın yayılması ilə bağlı işlər görülmüşdü. 591-629-cu ildə Sasani-Roma müqaviləsi imzalanır ki, hər iki müqavilədə də Albaniya Sasanilərin tərkibində qalmışdır. Daha sonra biz deyirik ki, 510-629-cu ilə qədər isə Albaniya ikinci dəfə Sasani mərzbanlığı dövrü başlayır. Daha sonra danışacağıq biz Mehranilər sülaləsindən ki, Varaz Grigor Mehrani Sabir türklərindən idi ki, Girdiman vilayətində yaşayırdılar. 624-628-ci ildə Varaz Grigor Bizans-pərəst siyasət yeritmişdi. 629-630-cu ildə Xəzərlərin buraya hücumu var. 629-da Sasani-Bizans müqaviləsi ilə Sasanilərin belə deyək, Albaniya aslılığını qəbul etmişdi. Xristianlıq dini 1-ci əsrdə yayılıb ki, bunu da Suriya, Fələstindən gələnlər yaymışdı. Xristianlıqla bağlı ilk məbəd Keş məbədidir. Daha sonra Qum məbədinin və Ləşkət məbədinin də adlarını çəkəcəyi 4-5-ci əsrə aiddir Qum məbədi. Əhali isə xristianlıq yayılana qədər Zərdüş və bütpərəst idilər. Bu qədər mövzumuzla bağlı əsas məqamları sizlərə qeyd etdim.